Salam, xoş gördük hamınızı yeni vlogda. İndi deyəcəksiniz ki, hər gün qarı çəkir. Amma neçə ildir demək olar ki, biz qar düzəməllik görmürük də. Ona görə qar yağanda sevinirik, qışda qar yağanda sevinirik. Hələ də yağır. Belə də biraz çox yağıb bu dəfə. Biraz da çoxdur. Görək uşaqlar hələ ki yatırlar, xəbərləri yoxdur. Bugün 20 yanvardır. Bilmirəm, siz fikir verirsiniz yoxsa yox. Mən həmişə fikir vermişəm ki, 20 yanvarda ya qar yağır, ya yağış olur. Yəni, hava yaxşı olmur heç vaxt 20 yanvarda gün çıxsın da, yaxşı olmur. Həmişə hava bax belə soyuq, yağış, külək, qar olur həmişə. Allah bütün şəhidlərə rəhmət eləsin. 20 yanvarda rəhmətə gedənlərin hamısı şəhid olanların hamısına Allah rəhmət eləsin. Belə, dedim sizin üçün də qarı çəkim necə yağıbdı. Bu dəfə biraz çox yağıbdı. Yəni, o qədər də çox deyil, amma biraz çoxdur. Görək, bəlkə birazdan dedim, uşaqlar oyansınlar. Gedək biraz qarda gəzsinlər Sarada. Bu, elə biləm, bu il artıq lap başa düşər ki, qar nətəridir də. Amma belə keçən ildir, iniş il idi, balaca idi, bilmirdi. Həm də belə bu günlərin pizza eləmək istəyirəm. Bu induşkan döşətidir, bir də bud dibisinidir, doğrayıb belə qoymuşuq ki, belə lazım olanda kotlet əmin, belə şeyə bişirək. İndi pizzanın üstünə istəyirəm bundan eləyim. Çünki bir il olar biz artıq uşaqlara nə sosiska, nə kalbasa vermirik. Məleykə narahat oldu. Ona görə ondan sonra onlara onu vermirik. Ona görə belə toyuğun döşətini eləyirəm. İndi bu dəfə də dedim ki, bunu eləyim. Hinduşkanın belə yumşaq yerlərini doğrayıb qoymuşuq, onu eləyim. Ağzını da hələ bağlamamışam ki, birdən qaynayar daşar, ona görə qaynasın, kəfinə yığım, nə olur. Sonra ağzını bağlayacam, bişsin, belə yumşaq ətləridir. Dərilərini də çıxardacam, çünki dərisini pizzanın üstündə yaxşı olmaz. Ətlərini də didib qoyacam üstünə, belə pendirlə falan, pomidor da istəyirlər. Adətən pomidor xoşlamırdılar pizzada, indi deyirlər, mama pomidor da vur. Pomidor da vuracam. Belə, bu günlərin pizza bişirim. Neçə vaxt istəyirlər. Dedim, bugün evdəyəm. Pizza bişirim, qoy yesinlər uşaqlar. Biraz da duxovkada, həmin xəmirdən duxovkada da piraşki eləyəcəm. Burada da çayı artıq dəmləmişəm ki, hazır olsun. İndi birazdan duracaqlar. Onlar durmamış, özüm durdum ki, işlərimi rahat görüm. İndi də suşulkanı yığmalıyam. Axşamdan yığmışam hər şeyi bura indi. Suşulkanı da yavaş-yavaş yığım yerinə. İşlərimdən nə görsəm, yenə qənimətdir. Uşaqlar durana kimi rahat işlərimdən görsəm. Çünki uşaqlar deyəndə Sara dursa, mənim bütün işlərim qalır yarımçıq. 10 dəqiqəlik işi ən azı bir yarım saata görürəm. Südü isidirəm. Burada pizzanın xəmiri üçün süd ilıq olmalıdır. Çox isti yox ki, xəmir çünki drojla yoğrulur. Ona görə biraz isti olmalıdır ki, xəmir acısın. Burada yumurta qoymuşam. Bu yumurtanı yuyanda qırılmışdı. Elə belə qabda qoydum ki, işlədək. Bir dənə əlavə yumurta eləyəcəm. Duru yağ lazımdır. Qoyun bura hər şey hazır olsun. Duru yağ, droj, bir də un, bir də duz. Əlavə edirik südün içinə hamısını. Xəmir yoğururuq. Acısın, sonra pizzanın xəmirini. Mən artıq neçə ildir bu xəmirlə eləyirəm. Neçə illərdir, bir 5 il olar. Çox da qəşəng alınır. Həm duxovkada piraşkini o xəmirlə eləyirəm, həm də pizzanı. İndi kim istəsə paylaşaram reseptini də necə eləyirlər. İndi bişəndə də özünüz görəcəksiniz necə gözəl xəmir alınır, pizza xəmiri. Xəmir də acıdı. Hardasa saat yarımdır qoymuşam acımağa, acıdı belə. Qəşək. Belə, xəmirimiz hazır. İndi də pizzanın üstünə yaxmaq üçün yumurta, çox eləyirəm deyə, ona görə 2 dənə yumurta götürürəm. Az eləsək 1 dənə də yumurta olar. Mayonez, ketçup, bir də yumurta. Onları qarışdırıram ki, xəmiri yayanda üstünə yayım. Və belə pendirimiz var burada. İndi onu çorkadan keçirəcəm. Burada da əti hazır elədim, dedim. Belə
Hinduşka ətidir bu. Belə didmişəm ki, üstünə qoyum. Bir də bir ikisinə də pomidor istəyirəm eləyəm. Düzdür, şamı sevmir, uşaqlar onu sevmirlər. Amma pomidor da eləyəcəm ki, heç olmasa özümüzə biraz dadlı olsun. Yoxsa pomidor, biber heç nə sevmirlər. Ancaq pendirlə ət istəyirlər. Bir də belə pirajkilər elədim. Düzdür, az elədim. Elə belə gördüyünüz kimi 7 dənə elədim. Üstünə də yumurta vurmadım. Çünki yumurta qalacaqdı da. Ona görə elə belə elədim. Belə də olsun. İçinə o hinduşkan ətindən qoymuşam. Xəmirdən belə 7 gündə qaldı. 7 yox, 8 gündə qaldı. Pirajki eləyəcəm indi bunları da. Amma içinə o ət qutardı deyə istəyirəm bu şordan qoyum. Uşaqlar sevirlər bu şoru. Elə belə də yeyirlər. Çörəyin arasına yaxıb tosterla da eləyirlər. İndi istəyirəm bunun arasına qoyum, görüm belə bəyənəcəklər. Özdə belə yumru eləmək istəyirəm. Arasına qoyum, yumru eləyim ki, o birisilərdən seçilsinlər. O içinə ət qoyduğum pirajkilərdən. Şükür bitirdim xəmir işini. Bunların üçünün içinə qoydum o göstərdiyim şordan. Amma bunlara ərik mürəbbəsi qoydum. Bu 5 dənə ərik mürəbbəsi qoydum. Üstünə də şəkər tökdüm, bilinsin ki, bu ərik mürəbbəlidir. Dedim, bir dənə şorlu çox yeyilməz, amma mürəbbələn bilməm də bulka kimi alınacaq, yaxşı. Yeyirlər inşallah, belə də elədim. Belə də pizzalar eləmişəm, balaca. Uşaqlar dedilər ki, mama belə də elə, belə xoşlayırlar. Belə də elədim ki, yesinlər. Şükür bitdi xəmir işim. İndi başlayayım buraları təmizləməyə. Bütün un eləmişəm. Xəmir də yapışıq qalıbdı. Onları da təmizləyim. Hər şeyi də öz yerinə yığım. Bunları da götürmüşəm oradan. Bunları da yerinə yığım, təmizləyim. Həmişə cemli nəsə bişirəndə bulkadır, nədir xəmirdə. Həmişə məndə bax beləcə. İndi göstərərəm sizə. Doxu bütün bunun içinə tökülüb, yanıbdır belə. Həmişə tökülür, bilmirəm niyə. Nəydən də bilmirəm. Nə xəmir eləmişəm, hamısında da elə olubdur. Bir də gördüyünüz kimi şor da aralanıb içindən çıxır. Ən xoşladığım da cemli bulkalardır. Onu da eləmirəm çünki bax beləcə tökülür bütün şirə içindən, aralanır xəmir. Amma görmüşəm internetdə bişirəndə heç nə də çıxmır. Elə eləyirlər ki, bilmirəm məndə niyə belə olur. Həmişə aralanır, çıxır. Deməli bu ərikli elədiklərimdir. Bu deyə şirə bütün tökülür. Amma dadlı olar yəqin ki, bu da o şorla elədiyimdir. Hazırda bişirdim, belə qoydum stolun üstündə. Hələ ki biraz istidir bunlar. Bu da biraz istidir. Yox, bu da soyubdur. İndi lap soyusunlar, bunları şey eləyəcəm. Qazanlara yığım, ağzını örtüm ki, qurumasınlar. Beləcə hər şey hazırdır, bişirdi. Bir də yumrudan da uşaqları götürmüşəm belə. Qoymuşam məktəbə. Məktəbdə yesinlər. Hərəsinə 2 dənə qoydum. Və işin sonunda bir dənə çay süzdüm özümə. Hər şeyi bitirdim, təmizlədim, qabları yudum. Bundan çox bəyəndik. Bunun birini yedik. Mənim də xoşum gəldi. Cemli mən xoşlayıram ona görə. İndi bundan dedim bir dənə çayla içim. Çox qəşəng oldu. Bundan çox xoşum gəldi. İçi ərikli belə. Mən cemli bulkalar xoşlayıram ona görə. Qəşəng oldu. Sadəcə altı biraz belə şirəyə görə axdı, yandı. Amma dadı çox qəşəngdir.
Bir dənə çayla içim, yorğunluğum çıxsın, sonra başqa işlərim də var. Yenə onları da görməliyəm. Şorluğun hələ ki dadına baxmamışıq. Hələ ki heç kim istəmir ona baxmağa. Ona görə hələ ki bununla dedim çayla içim. Sizlə də sağollaşın burada. İnşallah gələn vloqlarda görüşənədək. Sağ olun.